Salam değerli əziz izləyicilərimiz. Bugünləri Şahan qəsəbəsində 124 nömrəli məktəbin arxa tərəfində asfalt məhəlləsi olan 5 sot yarımda bir dənə villanın çəkilişinə gəlmişik değerli dostlarımız. Evimiz paket qupçalıdır, ipoteka yararlıdır, tam təmirlidir, gir yaşadır. Basenimizdə kimi mövcuddur. Həyətində əlavə olaraq manqalxanasıdır, mətbəxidir, bisetkasıdır. Yani basenin bütün motor sistemine kimi her bir şey qoşulubdur. Gördüğünüz kimi bu hissədə bizim manqalxanamızdır, şkaflardır, qaz peçidir. Qazımız, işığımız, suyumuz da mövcuddur daimi. Değerli dostlar, 1 ilə 2'nin arası beton monolitdir. İnşallah keçən evin özündən də sizi tanış edeyim. Evimiz kamera sistemlerinden kimi her bir şey var. Qiymət də sizdən xahişim, videonu sonacan izləyin ki, videonun sonunda qiymət deyiləcək. İnşallah keçirin evin özüyle də sizi tanış edeyim. Suyumuzun sayğaclığı kimi qoyulubdur. Sayğaclar da mövcuddur. Değerli dostlar, evimizin içi də tam təmirlidir. Çox gözəl evdir, səliqəli evdir. Yəni asfalt məhəlləsini də sizin üçün göstərə bilərəm. Daxil oluruq evin içərisinə. Girişdə belə bir koridorumuz. Pilləkən altında belə bir kladovka kimi bir yer değerli dostlar. Şkafın arasına kimi qoyulub, belə bir güzgülükdür qoyulub. Çox səliqəli iş gedibdir burada. Birinci mərtəbədə belə bir qonaq otağımız. Çox qəşəng genişdir dostlar. İşıq sistemlerine bütün her bir şey döşənibdir. Çox gözəl. İşıqlı evdir. Hər kəsə qismət olması evdir dostlar. Burada ise bizim bir dənə belə bir sanitar və sanuzel qovşağıdır. Hər bir şey işlək kabinasına kimi yığılıbdır dostlar. Aksesuarlarına kimi, asma tavanına kimi. Koridorumuz. Bu hissədə bizim böyle bir mətbəximiz var. Mətbəx mebeli də qoyulubdur. Bu mətbəxin də işıq sistemləri və bu hissədə bizim əlavə ikinci xodumuzdur. Bağa keçmək üçün, arxa evə keçmək üçün. İstilik sisteminə kimi, kombisinə kimi hər bir şey bütün mütqasıdır. Necə lazımdır, iş gedibdir dostlar. Çox sağlam evdir, beton monolitdir. Keçən evin, burada əlavə olaraq şkafımız var. Belə bir koridora şkaf yığılıbdır. İki tərəfdən də gördüğünüz kimi bu hissədə. Qalxaq indi ikinci mərtəbəyə. Pilləkənimiz də qəşəng mərmər daşla yığılıbdır. Qalxağın yuxarı mərtəbəyə. Değerli dostlar, paket qupçalıdır, ipoteka yararlıdır. Yukarıda böyle bir koridorumuz. Çok güzel, səliqəli evdir. Burada bir yataq otağıdır. Değerli dostlar. Burada böyle bir ikinci yataq otaqdır. Burada da üçüncü yataq otağımızdır. Ve koridorda bir tane böyle bir sanitar ve sanuzel qovşağıdır. Aksesuarların kimi qoyulubdur. Hava filtrinin kimi, yani ki ventilatoruna kimi qoyulubdur değerli dostlar. Burada da dördüncü yataq otağımızdır değerli dostlar. Ve dördüncü yataq otağımızdan bir tane köməkçi otağı var dostlar. Yani bu hissədə, yani belə deyim də, gənc ailələr üçün köməkçi otaq çox önəmlidir. Bu hissədə istəsəniz ütü otağı da eləyə bilərsiniz, ya uşaq otağı əlavə olaraq yataq otağı orada. Ve burada yataq otağından da bir dənə yenə sanitar və sanuzel qovşağıdır, xudmani. Değerli izleyicilerimiz, evimizin ətraflı çəkilişini sizin üçün elədik. Qiymət isə
350 min manata deyilir. İnşallah gəldinizdə yenə də real alıcı ilə danışıb razılaşma olur. Allah alanında satanda xeyir versin. Sağ olun, var olun.